Senin sabahınız xeyir xalalar. Sabahınız xeyir halalar. Sabahınız xeyir. Əlimi geyinmişəm. Hazır vəziyyətdə durmuşam. Saat 8 işdir. Gözləyirəm qız gəlsin ayıcı. Gözlə bu xodunu alam gözlə. Bunlara süd daş pişirəm. Bu qazın nə xodu alınmır? Alıram verilir. Öz-özündən verilir. Niyə? Hə, bunlara süd daş pişirəm. Kaşa yesinlər. Bunlar da miting eləyirlər ki, düyü kaşası yox, xırda vermişillə bir dəfə bizdə pişirmişdim. Çox xoşlarına gəlmişdi. Qəşəng kaşalar. O da yox deyildi. İndi bu dəfə belə yola verir. Yazında bizə plastik koydu, cimura vardı. Ha. Bilirsən, çünki cimurlar özünü yaxsa, biz yox. Hə. İndi sən özü yaxşı apardın. Yox. İndi baxacam kaşanı nətər yeyirsən. Ondan sonra bütün gün soruşacam Mədinin nətər öz aparmısan, ağıllı aparmısan, yoxsa Mədini incitmisən. Axşam gələndə mən gedim evdə işlərimi görüm, yemək pişirib gələcəm. Yaxşı? Sabah qalacam sizinlə. Sabah söz verin, Mədiyə deyəcəm xırda vermiş ilasın, elə kaşa pişirəcəm sizə. Yaxşı? Onu təmiz yiyəcək. Hə, bunu da təmizləyin. Yaxşı, bu da vitaminli kaşadır. Bunu yeyən uşaqlar tez böyüyür. Belə. Halalar salam. Dünənki xəyal qurduğumuz saat 7-yə qədər yatmaq təəssüf ki, qismət imkan vermədi. Hə, qismət, de gəl. Bax, indi ürəyi eləyəcək. Biz sən nə günü gedək. Sizin 6 yaşınız olacaq. Bir aydan sonra 6 yaşınız olacaq. Nəysə, çıxın buradan. Buradan çıxın. Kaş yazada düşərsiniz. Tez mən dişlərimi fırçalayım. Kofe içmişim. Bismətli gəlsən bizə xarab olacaq. Bulvara. Bugün gəzməyə gedərsiniz. Gəl. Yox, sənlə gedək. Hə, yaxşı, mən də gəlirəm, mənlə gedərik. Gəl. Bəlkə tez gəldin, getdi. Gəl, çıx, hadi. Çıx tez. Oraya da gedir. Bir də mən dişimi yuyum. Yaxşı. Girmə burada, kaşa pişir. Yanarsınız. Mən yerində üstümə batırmayacaqsın. Hə, baş üstə, deyir üstü batırması ol, yaxşı. 2 gün üzümə quyruq vurmurdum. Amma dünən vurdum, görürsünüz. Məncə bu şişlər hələ çoxdur. Amma qara ləkələr elə biləm azalıb, elə hiss edirəm. Bilmirəm. Bunlar da elə bil ki, nə bilim, nə yarasıymış, nə ləkəsiymiş getmir. Əslən mənim üzümdə belə pirişik ləkəsi də elə qalan deyil. Amma bu getmir. Pişdi, kaşamız hazır. Hə, hazırdır. Bunlar elə ürgəniblər ki, tezdən duran kimi gərək yeyələr. Bunlar elə vərdişanlılar. Sonra belə batırmayacaq. Hə? Onu batırarsan, keçkisi qırağılır. Qaşığımız götürəcək. Hə, götür. Götürün. Yenə halalardır. Siz aparmayın ha qabları. Onu yox. Onunla kaşa yiyin. Alın. Ala da verdim 3 dənə. Tut. Adankini də götürüb alam. Mən özüm gətirəcəm ha, qaynardı. Gedin. Ged otur. Qışqırma. Ged otur ağıllı balam. Ged. Deyirəm gedəndə görüm neçəyə gedib çatıram. Mağazinlər açılarmı o saata qədərmi? Gedin nədə? Kinoteatrdan qalxın. Kofe stəkan istəyirəm. Özümə hədiyyə almaq. Ad günü hədiyyəsi. Özümə heç olmasa hədiyyə alam. Düzdürmü? Gəlirəm, bunları vermiş Allah'a gəlir. Adın nə bax? Hər çox bilmişdiyi bilirsən ha, qesə. Ürək eləyə bilirəm. Belə isti versəydə kaşanı bilirlər, üstündən az-az götürüb yeyirlər. Salam. Əleykümə salam. Əleykümə. Dünən Timur onu zooparkdan alıb. Hə, qoy qırağa yeyib alam, qoy. Doğrudan? Haçan dedi? Haçan dedi? Yatımda. Sizə dedi ki, mən maşın sürə bilirəm, sizi maşınla aparacam.
O qədər sual verirlər ki adama. Deyir, Soli, sən maşın sürə bilirsən? Bunlar mənə yavaş-yavaş hər şeyi öyrədəcəklər. Maşın sürmək, ondan sonra dırnaq qoymaq. Kucağımda oturacaq, Cəfər hara göstərəcək, biz də üstə. Cəfər dedi. Olmaz elə. Uşaqlar maşın sürmək. Cəfər demişdi, Mərdikanda bir də getsin. Hə, Mərdəkanda, hə. Hə, Mərdikanda o. Mərdikanda. Qismət bir dənə bulvardır. Bulvar. Bulvar. İndi gəşək bayaqdan biri. Dilvara gedirik, Dilvara. Deyirəm, Dilvar nədir? Sən dedin axı Dilvar. Bulvar. Deyirəm, o Dilvardır. Bulvardır. Bugün bunlar gəzməyə gedəcək. Ged otur, ye üstümü kaş eləyirsən, tez ol, ye. İşte yaşlı. Çünki Niyə öləcək? qabı yudum, sıçradı üstümə. Yer, ged otur, ye. Sıstradı. Hə. Gün çıxmağına baxmıyorum. Elə soyuq külək var ki. Bir blokdan çıxmağımla üşüməyim bir oldu. Bu havada da ki, nətər şagət geyinəsən. Bəzən adamlarla kurtka da geyinir. Yazıqlar neynəsə üşüyür da. Külək. Bilmirəm, mən də axşamdan qrip olmaq istəyirəm, yoxsa nə olmaq istəyirəm. Həm burnum tutulub, həm boğazım göynüyür. Mən o gün ki buz kimi su içdim, ondan məndə tutmuşdur. Nəysə gedək, saat 8-də çıxdım. Görək Əhmədliyə çatana qədər mağazinləri açılacağını piyada gəzə-gəzə gedim. Anlas şeyləri alım. Anlas indi kofe stəkanı istəyirəm, bir də nədir, turbuçka zad istəyirəm. Evdə turbuçka qalmayıb. Bizdə mən onun 100 dənəlisini almışdım. Ataş hər dəqiqə işlətdə o üstü kağızda olanlardan. Gedək görək. O mağazinə məncə olar, amma sadə tutuzdura bilmərəm də, bəlkə gec açılar. Burada Zoluşka məşhurdur da. Əhmədlidə. Zoluşka tərəfdən çıxırıq çıxanda. Bu tərəfə, Boranın tərəfindən gedirik. İnşallah ki açıq olar. Girib alaram. Çəkirəm. Bu yerləri izləyirsinizsə mağazin açıqdır. Yox, hayır, izləməsəz demək ki mağazin bağlıdır. Sabahınız xeyir. Neçədir bunlar? 25 manat. Bəs balacaları? Balacalar var da 10 manat var. Var da orada 5 manatlılar da var. Lap balacası. Lap Lap balacalar, yine balaca diyor. Bak bunlar görürsün. bazar olsun. Sağ ol. Üzü yuxarıya qədər qalxanda qabaqda Megastor var. Əvvəl bizim market idi. Bax sağda. Bax onun altında mən dediyim mağazin. Görək hələ açıqdırmı? Ən sevdiyim rəng. İnşallah bacımın qızın toyu olacaq. Bu rəngdə paltar istəyirəm. Amma bunun daha şux rəngi. Bax. Belə rəngi istəyirəm. İnşallah ki tapıb alaram. Megastor bunun altı da məncə bağlı. İşləmir. Prosta baxaq. İşləmir. Bağlıdır. Nə qəşəng yedizdirir. Yəqin o mağazinin sahibidir. Demək olar ki, hər yer bağlıdır. 9-a qalıb 10 dəqiqə. 9 tamamda açılacaq yəqin. Deyərsiniz ki, Soli gözləyərdim. Qız, məndə o səbir nə gəzir mən burada. 10 dəqiqə, 15 dəqiqə gözləyəm. Gözləyə bilmərəm. Həm də bugün işə tez gedəcəm deyə.
İşlərimi tez yekunlaşdırım. Mən o vaxt buradan almışam. Xaladelnik zat hamısı. Qaz, maz, nə varsa oradan almışam. Və Əhmədlinin kinoteatrı. Ataş gedib bir dənə kapilka alıb. O 2000'lik, 3000'lik olan kapilkalarda. Bilmirəm 2000'di ya 3000'di, orasını qarışdırıram. Demişəm ki, onun kompüter almaq istəyir. Demişəm ki, mən də imkan olduqca atacağım. Gelir, gəlir, belə eləyir. Pul atmaq istəmirsən kapilka. Düz deyəl atmamışam deyənlər. Amma ondan sonra maaş almamışam da. Deyirəm, bala, mən gündə maaş almıram. Mənə ayda bir dəfə maaş verirlər. Maaş alanda atacağım da. Sonra öz-özümə deyirəm ki, olmaz. 100 qramlıq dilvə yəli. O da dirəşməsin sənə ki, at. Olanda atanda deyərsən ki, mən də atıram da. Hə, dedi, kompüter istəyirəm. Gedək alaq. Mən də dedim ki, qoy bir yayı yola verək inşallah. Sonra da öncə gəl belə eləyək. Mən də pul atım ora. Elə alarıq. Elə razılaşdı. Deyirəm, axı, nəsə oldu, mən söz verdim bunu. Arxada maşında meyvə tərəvəz satılır. Elə gözəl vişne idi ki, əsl mürəbbəli. Soruşdum, deyir, 3.50-yə. Adam 2-3 kilo alıb pişirərdi, amma bugün 6-cı gündür. Necə pişirim? Bugün işimi heç çatdıra bilməyəcəm. Həm tez getməliyəm, həm də bugün mənim üçün ən ağır gündür iş görməkdə. Həm bugünə yemək pişirəm, həm sabaha pişirəm, həm tört-töküntü yığışdırıram. Bəlkə də onun yarısıdır, onu işləyib mən indi çatıram. Haçan eləyəcəm, haçan bitirəcəm. Neyse, ona görə qaldım baxa-baxam, iri-iri belə vişnələr idi. Çox qəşəng idi. Mürəbbiyə üçün mən belə ağcılar zat, indi 2-3 ildir pay verirəm. 10 kilo, 12 kilo zat pişirəm. Nədir? Yoxsa belə hər il uşaqlar balaca olanda mən 4-5 kilo bəs eləyirdi mənə. Yəni pişirəndə. Amma 2-3 ildir çox pişirirəm. Bu ildə çox pişirmək istəyirəm, qismət olsa. Gəlib evə çatmışam. Deyirlər ki, sən 72 kilo ola bilmərsən. Sizə göstərəcəm, sıfıra düşdümü? Bu telefonla. İndi telefonu qoyacağım qırağa. Baxın, bu da mənim telefonsuz çəkim. Çünki üstündən düşmüşəm. Üstündə duranda telefon əlimdə tam 72 kilo oluram. Sizə qız yalan borcum zadım yoxdur. Gələndən inanın 1 saniyə dayanmamışam. Hamısını qaça-qaça edirəm. Dünən yuduğum paltarları ipdən yığdım, gətirdim. Bunları elə dünən yığmışdım. Amma qalanı nəm idi deyə yığmadım. Bunları tez ütünü də gətirdim. 2 dəqiqə bunları ütülüyüm, qaldırım. Bilirəm ki, eləmədimsə deyəcəm, ev yoxdur, birinci gün eləyirəm. Birinci gününki də qarışdısa, aləm dəyir bir-birinə. Mən xoşduram, yığan kimi ütüləmək. Onda işim daha rahat olur. Bunu tez ütülüyüm, qaldırım. Qatlanmaları nə qədərinə qatladım, yerinə yığdım. Sonra biraz toyuğun sinətini çıxartdım, biraz da qiymət çıxartdım. Görüm onlardan nəsə eləyəcəm. Yeməyimiz adına da hazırlayım. Sonra görək, nə iş görürük. Evləri, otaqları səliqəyə saldım. Evlər deyəndə bir dənə evimiz vardı. Otaqları səliqəyə saldım. Amma pilisosla heç qoşmamışam. Elə bunları eləyim, sonra görüm ardıcıllıq hansı işi görəcəm. Bu donum o qədər gözəldir ki, o hansı ki rəngli donum var. Dedim, Lalə butikdən almışam. Bax, bunu da oradan almışam. İnanın, o qədər gözəl materialı var ki, yəni bunu mən sizə ötürə bilmirəm materialını, bilmirəm. Bu nə materialsa bilmirəm, belə yumuşaq. Həm öz parçası, həm də içi. Nəysə, bunu alanda mən dedim ki, ay Anjela, bunun rəngi əslində belə deyil. Belə xaki rəngidir. Amma buradan belə nəsə sarı fason görsən, nə belə qəşəng yaşıldır da. Baxın, əsl rəngi budur. Nəysə, dedim ki, mən bunu geyinə bilməyəcəm. Qolu düzdür, belədir. Yəni, qolunun üstünə örtülür də. Bu tərs düzüdür bu arada, düz üzü budur. Dedi ki, ayağını al, qolun altını düzəltdirərsən. Nəysə, gəldim mən də bunu gətirdim dərziyə. Dərzi də sağ olsun. Bax, bu bir damcı, bir qıdım parçaya mənə 5 manat pul alıb, götürdü belə ağappaq parça tikdi. Deyərsi ki, buna uyğundur. İnanın, geyinəndə heç xoş görsənmir. Nə bileyim, tikdirdim də peşman oldum.
Düzdür, geyinirəm, amma belə rahat olmuram da. İndi bunu ütləməyəcəm, bunu sökəcəm. Bugün yox amma. Bunu qatlayım qırağa qoyum. Baxın bu parça içidir də. Bunu buradan çıxardıb qolunun altına özüm düzəldə bilərəm. Çox rahatçılıqla. Mən bunu niyə dərzi yapardım, mənim başım çıxmır. Nəysə, bu qalsın, bunu ütləməyəcəm. Mən dedim, lap iç parçasından kəsin tükün. Çünki çox belə, bilirsin ətər. Yəni, bununla bərabər də demək olar ki. Həm də o qədər də belə nazik dör, iç göstərən dör. Buradan eləyə bilər də. Heç bunu qoydum bir qırağa. Oradan eləməsin. Bu qolundan eləyə bilər də. Lap bu iç göstərsə belə. Bu göstərmir, qoldur da. Götürdü, bunu tikdi. Nəysə, xoş görsənmir, heç də səliqəli də tikmir. Buna baxın, nə qədərinə artıqlar da qoyub bura. Nəysə, bunu söküb, buradan qolundan çıxardıb tikmək istəyirəm. Bunu qoyaq qırağa, başlayaq paltarlarımızı ütləməyə. Toyuğun sinəti, 3 dənə böyük sinəti idi. Hamısını doğradım, buzlu-buzlu. Buzlu-buzlu doğrayanda daha yaxşı olur. Bunu doğradım. İçindən göy soğan doğrayacağım, pomidorun qabığını soyub doğrayacağım, biber təmizləyib doğrayacağım. Bunları hələ yumamışam. Bunu da bir dəfə yuyacağım. Dünən yumuşdum. Buradan gedim keşniş, reyhan alım. Bunun üçün vuranda çox dadlı olur. Kotlet kimi eləyəcəm. Göstərəcəm sizə. Belə bibersiz, pomidorsuz da eləyə bilərsiniz. Amma varsa niyə eləməyək biber, pomidor olmayanda mən də vurmuram. Gedim mən tez alım gəlim. Bu arada paltarlar zadı ütlədim. Qablarımı yudum. Xeyli iş gördüm. Burada doğradım. Keşniş, reyhan, göy soğan. Da baş soğan doğramadım. Çünki göy soğan doğradım. Ona görə pomidorları qəşəng soydum, qabığını doğradım, biberləri, bir də toyuğun sinə əti. Bu indi qabdar olduğuna görə bura boşaldıram. Bura indi vuracağım bir dənə yumurta, biraz un, duz, istiot, zövqə görə vurursunuz. Qəşəng qarışdırırsınız, sonra kotlet kimi yağda qızardırsınız. Qara istiot, qırmızı istiot, un, 2 dənə yumurta vurdum. Nəyə görə? Çünki məndə sinə əti çox idi. Həm də pomidor zadı 2 dənə doğradım. Ona görə. Siz o sinətinə görə ayarlayın yumurtasının, unun. Baxın, hazırı bu formada olur. Qaşıqla götürürəm. O birisi qaşıqla səliqəyə salıb qızardıram. Belə kotletin hamısını hazırladım. Qoydum ora. Burada da kartuşkanı qoymuşam qızarmağa. O biraz qiymə var. Ondan da istəyirəm az sulu belə kiftə eləmək. Çünki yemirlər də sulu eləyəndə. Az-azcıq sulu eləyəcəm. Üstünə də göyərdim. Keçdik bu birisi yeməyin hazırlanmağına. Soğan törkadan keçirdim. Əti indi bura duz, istiot. Mən yumurta vururam. Bilmirəm kim nətər edir. Mən mütləq yumurta vururam kifliyə. Bir dənə də yumurta vuracağım. Ataşın sevimli kartuşka qızartması. Çoxdan yemib yesin. Burada girək üstünə. Qapağın örtək qalsın. Keçim o birisi yeməyi hazırlayım. Nəysə, belə hamısını yığdım, qəşəng qapağını örtüm, bu qalsın. Keçim yeməyim, o birisi yeməyim pişsin. Bu yeməyim də hazır. Hava birdən-birə bir qaralmaq qaraldı. Mən də paltarları sərdim, gəldim. Elə ki, bu dəqiqə yağış yağacaq. Baxın, qapqara bulud gəlib. Elə deməklə yağış başlamağa bir oldu. Özdə gür yağır. Tabii pakar. Sağ ol, ateşana qurdum. Gəl qapını bağlağılı bana. Saat 3'dür, 4 işləyib 5 dəqiqə evdən çıxmışam. Bir ümid bu yolla gedirəm. Görüm əgər nədir, kargo yeri açıqdırsa götürüm sifarişləri. Daha neyniyim? Mən yetim örgənmişəm onsuz da zülmə. Apararam özümdən işə, təzdən qaytarıb gətirərəm.
Mən öyrənmişəm elə, özümlə aparım, gətirim. Bir də kofe stəkanına girib baxacam özümə. Görüm, əgər varsa alacam. Özümə padark alacam. Lazımlı şeydir o mənə. Jet hızı ilə gedirəm ha. Yavaş yedim. Gəldim, çatdım. Onun sarı bina göstərir. Onun altındadır. Buraları sevirəm, amma bu türklər demişə kalabalıqda yaşaya bilmərəm. Buranı xoşduram. Nə istəyirsə əlimizin altında var. Amma bir tık yuxarıda olmağımız avantajdır. Səsdən, küydən, evin içinə girirsən, bizdə huzur, sakitçilik, rahatçılıq, yaşılışlığı qaçaq. Burada məsəl üçün yaşayanlar burada bax, bu səsə nətər dincəlmək olar. Mən səhv bilmişəm, sarı bina budur, Bardov binanın altındadır. İnşallah ki, işləyər, o sarı görsənir, bax orada. İnşallah ki, işləyər, götürərəm, bir də birinci gün bura gəlmərəm. Qapıya əl atıb açana qədər bilmirsən ki, o qapı işləyir, işləmir. İnansız. Nə bir işıq gələn yeri yoxdur, nə bir heç nə də. İndi sinə bir yerdə görəcəm, işləyir, işləmir. Ya bismillah. Tabii ki də işləmir. Bağlıdır. Getdik. Onsuz da şansımızı yoxlayırdıq. O da şans olmazdan nə gəzər. Gedim, qabaqdadır. O Megastore. Onun altındadır mən dediyim kofe stəkan. Baxacam, əgər qiyməti baha olsa almayacam. Keçən dəfə gördüm, münasib idi qiymətləri. Baha olsa almayacam. Mən görəndə bir gün idi açılmışdı. Çox şeylər indirim deyil. Baha olsa almayacam. Anjeliya pul atacam. Temudan vursun. Çünki Temudan 5 günə gəlir. Bu dəfə 5 günə gəldi. Bundan qabaqçı 8 günə. Ona görə də Temudan alır. Temudan termos alıb yoxlamışam da, yaxşı çıxır. Nəysə, gedək. Elə aşağı düşürsünüz, düz qarşınızda həmin o dediyim mağazin. Çox qəşəng şeylər var, hər şey var. Ucu bucağı yoxdur mağazinin. İnansız, mən istədiyim yerə gedirəm. Haradaydı o? Bir dəqiqə. Başı yerini dəyişirlər. Çox böyük mağazin daha. Lap böyük də, o tərəflər də var. Bunlara Nərgiz bayıldı. Özündə var, amma bu lap yaxşısıdır. Bu əsasəndir. Bu qiymət neçədir? 15 manata. Tapdım. Mən belə yekə istəmirəm, balaca. Görək bunlar neçədir. Qız, bunların qiyməti artıq. 10 manat 50 qəpik. Yaxşıdır məncə. Ala bilərəm. Bunlar 12 manata, bu da elədir. Bunlar su içinlər. Nə oldu? Alın bundan görəsən. Baxım, elə görün, baş geç. Özümə hədiyə almışam. 10 manat 50 qəpikdir. İnşallah ki, axıdı bilməz. Başqa rənglər də vardı. Qırmızı. Üstünə göstərir. Göy. Amma mən bunu seçdim.
Niyə? Çünki elə olur ki, bu həm belə içilir burada. Su doldursuz. Kofe də içirsiniz burada. Elə olur ki, bu cızılır, eləyir. Ona görə belə aldım. İnşallah ki, isti saxlayır. Qız deyir ki, 6-7 saat isti saxlayır. Belə yoxlayarıq. Belə bürüb küçük qoymağına baxma. Sabahdan istədim. Neyse, burada dursun. Yuyacam, eləyəcəm, işlədəcəm. Cücələrimi gətirmişəm bulvara. Solmaz və cücələri. Buraca qismət. İndi görək bu 3 dənə ilə nətər baş gələn bulvarda. Çəkdim. Hardası olmaz o yanında. Saçma bak, vız 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 vız. Gəldik, yorulmuşuq. Saat 10'a işləyib, biz 9'a qalmış gəldik. Zaten fırçalayıblar, elim içimi bana. İndi gedib pijamaları geyinir, yatırıq. Baxın. Qəşəng gəzdiniz bulvarda. Hə. Xoşun gəldi. Sonra pizza yedik. Kartuşka fri yedik. Kartuşka yedik. Sonra ne yedin? Sonra ne yedin? Sonra chicken nugget. Adelina koyunda. Bu burada uzanıb, bu burada uzanıb. Yorulublar. İndi durub yatırıq. Daha paltarlarını dəyişmədim. Çünki bunları dəyişib atacam yuyulmağa. Sabah qoşaram. Pijamalarımı bir dəfəlik geyinib yatacam. Yorulmusan? Hə? Bugünkü günüm necə qaça-qaça oldu. Yatmaq istəyirsən? Hə, belə işlər. Yəni yaxşı elə çatdırdım işlərimi valla. Qızlar, neysə. Hələlik sağ olun, sağlıqla qalın. Allah əmanət olun. Memnunsan həyatı. Hə, deyən sağ olun. Sağ olun de ki. Sağ olun. Deyin görüşərik. Görüşərik sizdən, sağ olun. Görüşərik sizlə özdə. Paka. Paka. Gedik yaxmadı. Deyin gecəniz xeyrə qalsın. Gedirik Gecən yatmağa. xeyrə qalsın. Yatmağa gedirik. Ha, gecən xeyrə qalsın. Halalar. Asıl mən yerəm halalar. Halalar yatmağa gedirik halalar. Hı? Bu şı, sı qarışdırır. Şı deyə bilmirdin. Ha? Şı. Denən şı. Şı. Hə, indi deyir. Deyə bilmirdi bir ara. İndi dişi düşüb deyə lap qatıb qarışdırır. Neyse qızlar getdik hələlik. Birinci bu Görüşərik. dişdi sağ. Onu kim çıxartdı? Onu baba bunu sən. Kim qəşəng çıxartdı? Söyle. Ağrımadı çıxardanda. Yok. Mən gələn kim deyir, Soli papa bunu çıxartdı, amma sən çıxartdığın deyir ağrımadı. Paka.